Bugün bizim değerlimiz Leyla Ana'nın doğum günüdür. Biz de istedik ki herkes kimi Leyla Anamızın yanında olaq. 9 May 2026-cı il tarixdir. Leyla Anamızı təbrik eləyək. Leyla Ananı sevənlər yanındadır, bacıları yanındadır. Bugün Gülhəvva Ana da elə Leyla Ananın bacısı sayılır. Allah can sağlığı versin hər birinizə. Allah sizləri qorusun. Allah ömrünüzə bərəkət versin. Can sağlığı versin hamınıza. Mən istəyirəm ki, Leyla Ana'ya öz ürək sözlərinizi bildirəsiniz, əziz bacılar. Leyla, sənə Allahdan xeyirli, sağlam ömür arzulayıram. Allah səni var eləsin, Allah sənə can sağlığı versin. Allah sənin səbrini o qədər böyük eləsin ki, elə həmişə hesab eləyəsən ki, övladların yanındadır. Allah siz... səni cənnət eləsin. Amin. Səni hər vaxt bizim yanımızda böyüklükdən, abı-səhlikdə əski eləməsin. Həmişə Allah'ın Bugün sağ olun. Bugün anamızın elə deyək bacısı sayılır, dərd ortağıdır. Şəhid Ramil'in anası da Leyla Ana'nın bugün istədi ki, özəl günündə yanında olsun. Gülhəvva Ana, səni dinləyək. Çox sağ ol Raziyə xanım, həqiqətən belədir. Leyla Ana bizim böyümüzdür. Mən hər zaman Leyla Ana'nın istəyirəm, yanımda olam, heç zaman onu tək qoymayam. Bugünkü günü də özümə borc bildim Leyla Ana'nın yanımda olmağı. Allah Leyla Ana'ya uzun ömür, can sağlığı versin, bərəkətli ömür versin. Adil qardaşla bir yerdə. Allah qoşa balalarının ruhunu şad, məkanlarını cənnət eləsin. Leyla Ana'ya o qədər səbir versin ki, balalarını tanısın, balalarını yaşasın. Nə deyək, Leyla Ana, öpürük səni, bağrımıza basırıq. Allah səbrini versin. Digər bacılar, ürək sözümüzü deyin. Kimin sözü var, buyursun. Allah sənə can sağlığı versin, uzun ömür versin, sağlam can versin, xoş günlər versin. Allah balalarına rəhmət eləsin, yerlərin nurla dolsun. Allah sənə çoxlu səbir versin. Allah sənə can sağlığı versin. Ayın birinci can sağlığı. Allah razı Xoş olsun. günlər versin. Sağ ol. Buyur bacı. Mən də təbrik edirəm bacımı. Allah onu həmişə var eləsin, həmişə başımızın üstündə olsun. Bizim abi çəyimizdir, böyücümüzdür, anamızdır. Allah onu həmişə belə ürəyi istəyən kimi günlərini xoş keçirsin. Canı sağlam, ömrü uzun, həmişə balalarının nəfər deyim o Adını yaşatsın. yaşatmağı Allah buna qismət eləsin. Amin. Onlarla həmişə qürur duyurdu, onlarla yaşayır Leyla. Allah onların da məkanı cənnət. Amin, amin. Buyur bacı. Leylasa, mən bacım qurban olsun. Allah sənə can sağlığı versin. Allah sənin dilinin şükrünü əski eləməsin. Sən dili şükrlü insansan. Böyük ürəyin var. Allah səni var eləsin. Yaxşı ki varsan, yaxşı ki sən bizim anamızsan, bacımızsan. Hər şeyimizsən. Allah səni var eləsin. Yaxşı ki varımızsan. Sağ olun, var olun. Buyurun bacı. Leyla mənim başımın tacıdır. Bax, elə bir ki, Leyla anaların anasıdır. O bizim hamımızın anasıdır. Allah onu bizim üstümüzdən əski eləməsin. Amin. Onun nə qədər Allah ömür veribsə, ona sağlam versin. Amin. Biz onunla həmişə fəxr edirik. O bizim fəxrli, qürurlu yerimizdir. Allah onu heç əski eləməsin. Amin, amin. Var olasan canım, həmişə Adil baba ilə bir yerdə belə nə qədər ömrünüz varsa onu sağlam yaşayasınız. Amin, amin. Ay, çox sağ olun, var olun. Allah sizi, Allah hər birinizi var eləsin. Nə yaxşı ki varsınız. Nə yaxşı ki Leyla Ananın yanındasınız. Yanındayıq hər birimiz. Bugün biz də istədik ki Leyla Anamızın biraz könlünü oxşayaq. Onun könlünü ovudaq. Bugün bu xoş günündə, şad günündə Allah Adil dayımıza da can sağlığı versin, onun ömrünə bərəkət versin. Allah hamınızın canını sağ eləsin. Leyla Ana, 100 yaşa, sağlam yaşa, mən sənə həmişə deyirəm. Yaşa, övladlarını yaşat. Mən də Raziyə xanım sizə ilk öncə təşəkkür edirəm. Çox sağ ol, var ol, əziyyət çəkmisən. Borcumdur. Allah razı olsun Gülhabbana, Allah səndən də razı olsun. Lamiyə xanım səndən də, Günəş xanım səndən də. Çox sağ olun, var olun ki, siz həmişə mənim yanımdasınız, bir yerdəsiniz. Çox sağ olun, var olun. Bacılarımın da hamısını, bu da qardaşımın həyat yoldaşıdır. Hamınızı Allah'tan bir carsın var. Sütunsuz səma yaradan Allah'ım hər birinizi, balanızı xoşbəxt,
O gün olsun ki, bala toy görənlər indi də nəvət toylarını görsün. Nəvət toylarında o əlalon süfrələrlə bəzədilmiş süfrə başında oturur. Öz nəvələrinə xeyir dua verməyi Allah nəsib etsin. Allah hər birinizi böyrükdən əksik eləməsin. Nə ömür verir, sağlam ömür versin. Allah subay balası olanları da ailə qurmağı, xoşbəxt eləməyi, toy qismət eləməyi onlara da nəsib etsin. Onlar da öz balalarını xeyir işində, süfrə başında balalarına xeyir dua verməyi. Amin. Amin Leyla ana. Mən də balalarımın məkanını Amin. cənnət eləsin ki, mən onlarla qürur duyub fəxr eləyirəm. Onlar mənim Oradan o qürur şəkli də mənbəyim. göstərin zəhmət olmasa. Onlar mənim qürur mənbəyimdir. Onlar həmişə mənim arxa kürəyimdədirlər. Çünki mən onlarla nəfəs alıram. Onlarsız mən yaşaya bilmərəm. Onlar düzdür, dünyasını dəyişib, o biri dünyadadılar. Amma onlar hər an mənim yanımdadılar, hər an. Biz yalançı dünyadayıq, onlar da olsun. Leyla ana, biz sənə sağlıqlı, bərəkətli ömür diləyirik. Bugün kövrəlmək yox, bugün sənin doğum günündür. Elə bizlər hər birimiz Vüqarın, İlqarın adından sənə sağlıqlı, bərəkətli ömür diləyirik. Allah sənə can sağlığı versin, ömrünə bərəkət versin. Sağ olun.